Deməli uşaqlar, baxırıq 47-ci suala. Bu gün 11-in buraxılış sınavına da bu tipli sual düşmüşdü. İndi 10-cu sinif olan üstünə baxaq. A kiçikdir 0, o da kiçikdir B. Deməli A mənfi bir ifadədir, 0-dan kiçikdir. B isə 0-dan böyük bir ifadədir, müsbətdir. Məxrəcdəki modul ifadənin qiymətinə baxaq. Deməli, moduldakı A işarəni təyin etsək, ifadəni necə yazacaq? Çünki 0-dan A 0-dan kiçikdirsə, mənfi A olaraq qalacaq. İkinci B, modul B müsbətdir, olduğu kimi qalacaq. Və baxırıq sürətdəki ifadəyə, modul A minus B. Burada da A mənfi olduğu üçün mənfi, yəni belə deyək də, mənfi A çıxılsın B olacaq. Qısacası B minus A, yəni tərsini qeyd edə bilərik. Və bundan sonra ifadəni sadələşdirin verilib. Olacaq nə? 2A bölünsün mənfi A, üstə gəlsin 5B bölünsün B, çıxılsın B minus A böl B minus A. İndi ixtisarlar aparsaq, burada nə qalacaq? Mənfi 2, üstə gəlsin 5, çıxılsın 1 və salam. Bu da eləyəcək. Deməli 3 çıxılsın 1, o da bərabərdir 2. Cavabımız 2 olacaq.